Birinci, İlham Əliyev nəvələrinlə bir yerdə saraya girmək istədi. BMT-nin 88-ci sessiyası keçirilən zala nəvələrini buraxmadılar. İlham Əliyev nə qədər israr elədi, Hikmət Hacıyev Mike Rubio'nun köməkçisi ilə danışdı ki, Trump şəkil çəkdirməlidir, alınmadı. Daha sonra İlham Əliyev koridorlarda, hansı ki, Trump keçən koridorlarda nə qədər dayandı, gözlədi Trump'a arvadınla, nəvələrinlə. Hər dəfə soruşdular, niyə buradasan? Dedi ki, Trump'la ailəvi şəkil çəkdirəcək. Hər nəysə, buraxılmadı zala. Deyilən vətənlərim, cənab Burun daha sonra qızları və arvadı ilə ön sırada oturmaq istəyərkən, cənab Burunu ta zalın ən ucqar, ən küncünə göndərdilər. Hansı ki, COP29 zamanı Bakıya dilənməyə gələn, heç təyyarəsi olmayan İlham Əliyev tərəfindən təyyarə göndərilib, ölkəyə gətirilən cırtdan ölkələrin yanına getdi. Baxın, İlham Əliyev. Baxın, dostlar, baxın. Baxın, dostlar, baba, İlham Əliyevdir, qızlarıdır, bu da Ceyhundur, bu da Leylanın adamıdır, baba. Hamısı, bax, qara dərili cırtdan ölkələrin rəhbərlərinin yanına rədd edildi İlham Əliyev. Dəyərli mədənlərim, dəyərli soydaşlarım, daha sonra bildiyiniz kimi İlham Əliyev Trump'la görüşmək üçün, ailəvi şəkil çəkdirmək üçün və BMT tribunasından çıxış eləmək üçün 500 milyon dollarlıq brilyant daşqaşlarla işlənmiş Trump'ın qızıldan heykəlini hazırlamışdı İlham Əliyev. Özü boyda. Ya biraz balaca. Razmerini bilmirəm, amma qiymətini bilirəm. Və dəyərli vətənlərim, bu qədər böyük, bahalı bir hədiyyəni də verdilər orada İlham Əliyevin adından Trump'a. İlham Əliyev nəinki tribunada danışa bildi, hətta Trump'dan ailə fotosu belə çəkdirə bilmədi. İlham Əliyev BMT sessiyasına getməkdənsə, İlham Əliyevin bu gününə baxdıq, o qənaətə gəldik ki, İlham Əliyev BMT sessiyasına getməkdənsə, Paşinyan kimi getməyib, Bakıda oturub AzTV-dən BMT-nin tədbirini izləsə daha abırlı olardı. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, İlham Əliyev bütün Avropa, Amerika səfərləri hamısı bu il zaten elə bir səfər olmayıb, az olubdu. O da sülhlə bağlı, Paşinyanla bağlı səfər olubdu İlham Əliyevin. Və bütün səfərlər Paşinyanla, bütün şəkillər, səfərlər Paşinyanla bağlı olduğuna görə eyni zamanda şəkillər, görüntülər İlham Əliyev özünü çox reklam elətdirə bilməyib Paşinyanla bir yerdə. Amma bu tək fürsət idi ki, Paşinyansız getmişdi, nəvələrini yığdı. Yenə deyirəm, erkək xotu xərrəmir, yığdı xor-xotxularını da getdi İlham Əliyev Amerikaya, dəyərli vətənlərim. Paşinyan getməyə Paşinyanın devlətinə 200 milyon dollar Paşinyanın sərəncamına pul ayırdılar, amma Azərbaycana 23 milyon dollar ayırdılar, o da nəzarətdən xərclənməlidir pul. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, İlham Əliyev heç bir özünü tanıyan düzənməli liderlə görüşə bilmədi. Birdən BMT-nin baş katibinə görüşdü. Onun da diktatorlarla arası yaxşıdır. Çünki diktatorlardır BMT-yə ən çox BMT çərçivəsində yardım eləyənlər. Bilirsiniz ki, İlham Əliyev hamıya yardım eləyir. O deyir, 150-160 ölkəyə yardım eləmişəm. Hamısı BMT-nin yardım proqramları çərçivəsindədir. Öz xalqından başqa hər kəsə yardım eləyir. Çünki İlham Əliyev öz xalqımız deyil, öz adamımız deyil. İlham Əliyev Şamiyanın nəvəsidir. Şamiyan piyan vaxtı bacısından hingirləşibdir və bu Şamiyanın öz bacısından peydahladığı Heydər Əliyevin oğlu ya oğulluğudur. Dəyərli vətənlərim, İlham Əliyev özünü tanıyan heç kimlə görüşə bilmədi. Hətta Erdoğanla belə yol üstü salam məlöküdən başqa heç nə eləyə bilmədi. Çünki hər iki diktator, hər iki qardeş diktator hərəsi öz götünün hayındaydı. Hərəsi sponsor axtarırdı, özünü, canını, kreslosunu qorusun deyə. Kreslosunu qoruyanmırsalar belə heç olmasa sığınacaq və can güvənliyinə görə. Yəni, diktatorlar can hayında, Qabil Türkoğlu, diktatorlar can hayında, Qabil piy axtarır. Mən keçilər demədim də, keçi can hayında, qəssab piy axtarır. Yəni, belə deyirəm ki, diktatorlar can hayında, Qabil piy axtarır.
Trump Erdoğanla bütün növ ilişkilərdən imtina elədi. Trump Erdoğanla, bizdə oğluza gizli görüşmüş, hamısı ortaya çıxdı. Trump Erdoğanla bütün növ ilişkilərdən imtina elədi, görüşmədən imtina elədi. Açıqlama konferansdan imtina elədi, mətbuat konferansından. 300 Boeing söhbəti də cəhənnəmə getdi. Hakimiyyət garantisi, Erdoğanın hakimiyyət garantisi də cəhənnəmə getdi. Dahası Erdoğan tribunada danışarkən səsi kəsilməyindən əlavə, bütün Trumpdan tədbirlər iptal olunmağından əlavə, bu azmışmı kimi yolda saxladılar. Yolda saxladılar. Hələ bir arbedi də yaşandı. Buyurun, baxaq. Erdoğan'a bakın. Bakın. Erdoğan'a bakın. Arbede yaşandı. Görürüz mü değerli hanımefendi? Görürsünüz, polislərdən də bir arbede yaşandı. Değerli dostlar, niye Trump'da, Macron da saxladılar, niye arbede yaşanmadı? Öpüşdülər Macronla polislər, şəkil çəkdirdilər, mədəni gülə-gülə. Amma bax, Erdoğanla necə, Amerika polisi Erdoğanla mühafizəçilərlə necə sərt davrandı. Görürsünüz. Baxın, İlham Əliyev 500 milyon dollarlıq hədiyyə versə də, nəvələrini buraxmadılar, qabaqda oturtmadılar, ən uzağa tulladılar. Bundan əlavə, İlhamı danışmağa qoymadılar, şəkil çəkdirmədilər. Artıq bu gün də yekunlaşdı, aləm dəydi bir-birinə. İlham Əliyev gələndə nə Erdoğanı, nə İlham Əliyevi qarşılayan bir Allahın qulu qarşılamadı. Ancaq Azərbaycan Amerikadakı səfirlik nümayəndələri qarşıladı. Yəni, Trump'ın bu bunlara qoyulan, necə deyərlər, hörmətsizliyi deyək. Trump'ın bunlara qoyan saygısızlığına doğrudan da yer var. Hər iki diktator xalqları tərəfindən sevilməyən diktatorlardır. Və bu müamilə yapıldı. Arifə bir işarə bəsdi. Bu diktatorlara bu o deməkdir ki, şələ-pələnizi yığın, vızqırdın. Baxın, gedəsən BMT-nin təhlükəsizlik sammitinə, bir dənə Avropanın özünü tanıyan ölkəsi ilə görüşənməyəsən. Bir dənə. Gedəsən İngiltərəyə, baxın ha, Adnanın kasetlərini zat çəkdirlər, başına torba, qol, qandallanmazdır. Gedəsən İngiltərəyə Mi-6 ilə, BP ilə görüşəsən, Palajenlə çıxmaq üçün onlardan xahiş eləyəsən, nə Steinmeier baş nazir, nə kral ailəsi səni qəbul eləməyə. 11 erməninin, 23 erməni var da həbsxanada, 11 erməninin həbsi üçün sərəncam verəsən, o sərəncamı da götürəsən, Amerikaya gedəsən. Amerikanın könlünü almaq üçün, bu anda İngiltərənin, o anda Amerikanın könlünü almaq üçün və heç bir pox da əldə eləyənməyəsən. Baxın, əziz əmətələrim, kral ailəsi Britaniya Erdoğan üstünə xət çəkib. Deyək, demişdim, göstərəcəyim. Erdoğan üstünə xət çəkibdi kral ailəsi. Steinmeier'də. Dəyərli həmvətənəm, İlham Əliyev də getdi, heç nə əldə eləyənmədi və dərhal Amerika ilə də bilirsə İngiltərə ziddiyyətdədir. Amerika ilə İngiltərə ziddiyyətdədir. Dərhal Trump'ın lehinə kraliçanın və evladı 3-cü Charles'in əleyhinə videolar yayımladılar sosial şəbəkələrdə. Videolar buraxdılar. İndi gəlin göstərim o videolar sizə. Trump'ın xoşuna gəlmək üçün. Baxın, görün, Trump'ın xoşuna gəlmək üçün necə videolar qoydular Türkiyə və Azərbaycanda efirə. Baxaq. Baxın. Bunu hamısı lağ mənasında qoydular. Yəni, kraliça, Trump güya kraliçanı adam yerinə qoymur. Bu 19-cu ildə prezident olandadır. 25-ci ildə də prezident olanda Trump Britaniya mühafizəçisindən danışa-danışa gəlir. Görürsünüz, dalda kralı saymır. Kral daldan gəlir, kralı saymır. Və belə görüntüləri efirə verdi. Bu mədəniyyətsizlikdir sadəcə olaraq. Belə efirə verdi. Lağa qoydular.
İngiltərəni lağa qoydular kral ailəsini Trumpın xoşuna gəlmək üçün. Dəyərli vətənlər. Yəni, bilirsiniz nətər? Sırada Putinlə inciyən kimi gedirlər Erdoğanın yanında 500 milyon otel, motel, yatırım, orada qalırlar, 2 ay kayf edirlər. Yəni, birindən acı inciyən kimi o birinə acıq verirlər. O birinə acıq verirlər. Bunlar hamısı bir nöqtədən idarə olunan dünyanın böyük gücləridir. Bunlar şahmat oynayırlar elə bilir. Yəni, dalda baxanda hamısı bir nöqtədən idarə olunur. Dünyanın böyük ailələri də oturublar. Onlar hansısa bir oyun, hansısa bir intriqa üzərindən dünyada düzəni saxlamağa çalışırlar. Hər şey mehribançılıqdan geçsəydi, hər şey gözəl olsaydı, min illərdir savaş getməyən Hindistan və Çin kimi dünyanın əhalisi şişib nə boyda olardı? Dünyanın əhalisi ikizə devlətdədir yarısı. 4 milyarda qədəri Çin və Hindistandadır. Dəyərli. İndi bu dünya savaşları olmasaydı, bu boyda qırğınlar olmasaydı, o boyda Rusiyanın nə qədər əhalisi var? 150 milyon. Onun da yarısı qaçdı, yarısı qırıldı, yarısı da əcnəbilərdir, başqa heç təmiz 30-40 milyon Rus yoxdur. Çünki müharibələrdə qırılıbdır. Əgər min illərlə Rusiyada müharibə eləməsəydi, Almaniya, Fransız, İngilis müharibə eləməsəydi, min illərlə, indi bunların əhalisi Hindistan qədər, Çin qədər olardı. Dəyərli vətənlər, dəyərli soydaşlar, dünyanın düzəni necə deyərlər şey olmalıdır. Həmişə diqqət mərkəzində olmalıdır.